24 may 2-ci qrupların blok imtahanına salınmış belə bir suala baxaq. Sualda bizdən ABC üçbucağının perimetrinin tapılması tələb olunur. Fərqli yollarla yazmaq olar bu sualı, oxşarlıqla da yazmaq olar. Sadəcə mən bu videoda sualı Stuart teoremi ilə həll edəcəm. Stuart teoreminin özün və isbatını da hesabımda paylaşmışdım. Oradan keçid edib baxa bilərsiniz. Stuart teoremin bu suala tətbiq etsək, Stuart teoremin birinci nə idi? Gəlin ona baxaq. Deməli, verilmiş ixtiyari bir ABC üçbucağında ilə bu üçbucağı götürək. Burada BD-nin kvadratı bərabərdir AB-nin kvadratı vurulsun DS plus BC-nin kvadratı vurulsun AD bölünsün AC və çıxılsın AD vurulsun DC. Bu Stuart teoremidir. Stuart teoremini bura tətbiq eləsək, biz bura bir x desək, deyək ki, bura x-dir, o zaman burada x olacaq. O zaman alırıq ki, x-in kvadratı bərabərdir və bir də verilənləri qeyd edək. AD 3-dür, DC 9-dur, AC BC-yə bərabər olduğuna görə, o zaman bura 12-dir. İndi tətbiq eləsək, x-in kvadratı bərabər olacaq. X-in kvadratı bərabərdir. X kvadratı vurulsun DC 9 plus 12-nin kvadratı vurulsun 3 bölünsün 12 və çıxılsın 3 vurulsun 9. Biraz da sadələşdirsək, x kvadratı bərabərdir. X kvadratı bərabərdir 9x kvadratı plus 3 vurulsun. Bunu formada saxlayacağım. 144 bölünsün 12 çıxılsın 27. Və buradan 27-ni sol tərəfə keçirsək, alırıq ki, belə deyək, 27-ni sol tərəfə keçirdirik və çarpaz 12-yə vuracaq. Yəni 12 vurulsun x kvadratı minus 27 bərabərdir 9x kvadratı plus 3 vurulsun 144. Biz buradan 3-ü də mötərizə xaricində çıxarsaq, 12 vurulsun x kvadratı minus 27 bərabərdir 3 vurulsun 3x kvadratı plus 144. 3 ilə 12 ixtisar getdi. Burada 4 qaldı. Vurub açsaq 4x kvadratı çıxılsın 108 bərabərdir 3x kvadratı plus 144. Buradan x kvadratı bərabərdir 36 alırıq və burada x bərabərdir 6. X 6-dırsa, o zaman bizdən nə soruşmuşdur? ABC üçbucağının perimetri. O zaman bura 6 oldu. Perimetri bərabərdir. İki tərəfi 12-dir. 2 vurulsun 12 plus 6. Bu isə 30-a bərabər olacaq. Yəni doğru cavab burada Y variantı.